Sən Allah bu nə ətidir? Ətin kilosu 22-23 manatdır. Sən necə 3 manata ət yeməyi verə bilirsən? Yasamalda qiymətlərin qəpik quruş olduğu bir yer açılıb. Dostlarla həmin məkana getdik və mətbəxlərinə də girmişəm. Əvvəlcə onu deyim ki, burada 3-4 manatdan baha heç nə yoxdur. Salatlar 1 manat, sular 1 manat. Marketdən ucuz verir adam suyu. Qazan yeməkləri 3 manat, kabablarda 3 manat. Əlbəttə qiymətləri eşidib inanmaq olmur. Qiyməti belə ucuz verirsə, ət nə ətidir? 3 manata ət şübhəli gəlir. Obyekt sahibi iddia edir ki, verdiyi ət quzu əti deyil, qoyun və mal ətidir. Dedi, istəsəz mətbəxə də baxa bilərsiniz. Ərinmədim, girdim, baxdım. Açığı ət belə təmiz görünür. İnşallah ki, bizə də bu ətdən verilib. Düzü, yeməklərin keyfiyyətində ciddi mənada bir problem görmədik. Dostlarımız Allah şahidi. Kabablar çox ədviyyatlı idi. Bəzi tikələr biraz sərt, bəziləri biraz quru. Amma ümumilikdə pis deyildi. Yəni 3 manata verilən kababdan çox da şey gözləmək olmur açığı. Qazan yeməklərinin dadı da normal idi. 3 manata belə dolma yoxdur ölkədə. Yalandan necə pis deyim, normaldır. Təsəvvür eləyin ki, sacın bir porsiyası 3 manat. Yəni 4 nəfər 12 manat verib bir dənə sac götürə bilirsiniz. Sonda lavaş arası lülə gəldi. Bax bu zurna dürümdür. Dadı da standart. Belə normal sayıla bilər. Amma doyumluydu, açıq demək lazım. Məkanın belə xudmani zalı və bir dənə də kabineti var. Arada canlı ifalar da olur. Hə, onu da deyim ki, iftar açmaq istəsəz, sup və ana yemək ikisi birlikdə 3 manatdır. Yəni nəinki Yasamal deyib, Bakıda bu qiymət yoxdur. Bura Yasamalda Zərdabidən aşağı düşəndə Avropa məktəbi ilə üzbəyüzdə yerləşir. Maraqlı gəlsə bir dəfə yoxlaya bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.